Salam, hər vaxtınız xeyir olsun. Yeni bir vloqa xoş gəldiniz. Sizə dırnaqlarımı göstərirəm, salondan gəlirəm, dırnaqlarımı yenilədim axır ki. Qızlar, görün burada nə var. Qardaşım xəyal üçün balıq hədiyyə etdi. Çox çıqqılıdılar. Qəşəngdir xəyal. Kimin balığıdır bunlar? Marbişim. Bizim balığımız. Kızlar geldim eve gələrkən markete dəydim. Kartof aldım. Biraz sinət aldım. Bud aldım. Belə. Yine de dayana bilməyib bir şey aldım. Kızlar, mən özümdən asılı deyil də bilmirəm sizlər də mənim kimisiniz yoxsa yox. Markete dəydimsə, belə şeylər almamış evə qayıda bilmirəm. Özümdən asılı deyil. Bir de taxta qaşığı aldım. 2 ədəd keks üçün belə qəlblər aldım. Çay qaşığı aldım. İnanın ki, neçə dənə çay qaşığımız vardı, heç biri yoxdur. Düşündüm ki, elə alım. Öncə qiyməti də yaxşıdır, 3.20-yə. Buna bayıldım. Mən belə zərif qabları o qədər çox sevirəm ki, baxın. Görün nə gözəldir. İçində noğul, qənd. Məncə noğul daha gözəl görünür. Baxın. Görün nə gözəldir. Qızlar, qiyməti də münasibdir. Hardasa deyim sizə 6 manata, səhv etmirəmsə. Üstündə olmalıydı qiyməti. Hə, 6 manat. 6 manat pul verdim buna. Məncə dəyər, gözəldir.
Kızlar, yemeğimiz pişti artık. Ve yine de gördüğünüz kimi gazı berbat güne koydum. İnşallah 2 dəqiqədə tertemiz edeceğim. Qaynatam rayondan gəlib bizim üçün kənd payı gətirib. Süd, qatıq. Burada nə var? Hə, kət çolpası. Bolluca göyərti. Yəqin ki, dolğa bişirəcəm. Qatığımız da burada. Və beləliklə keçdiyim ən sonda ən çox sevdiyim işi etməyə, təbii ki, paltar ütüləmək. Qızlar, bir çoxlarınız bəlkə də paltar ütüləməyə nifrət edirsiniz, amma mən yalan deməyəcəm, paltar ütüləməyi çox sevirəm. Hətta deyə bilərəm ki, uşaqlıqdan bəri paltar ütüləməyi çox sevirəm. Hər zaman mamam verirdi mənə, mən ütülüyordum. O qədər zövqlə, o qədər həvəslə edirdim ki, elə uşaqlıqdan da beynimdə qalıb. Paltarı ütüləyərkən inanın ki, sanki dincəlirəm. Qəribə bir hüzur verir mənə, sakitlik verir mənə, dincəlmək verir mənə. Bəs sizlər sevirsinizmi paltar ütüləməyi? Və beləliklə bu vlogumu da sonlandırıram. Bugünlük bu vlogun da sonuna gəldik. İnşallah yeni vloglarda görüşənədək. Və son bir şey istəyəcəm sizdən. Kanalıma abunə olub dəstək olmağı unutmayın.